Yəni çıxırlar o dərs verirlər. Ay mən bu, ay balam, gedin evinizdə bir dərs verin. Evinizdəkilərə gedin bir dərs verin. Oğlunuza dərs verin, qızınıza dərs verin. Sən hansı yetişdirdiyin evladın sənin bir yetişib dünyaya, bu xalqa bir gərəkli oğul olub, qız olub ki, sən durursan oradan mentalitet dəyərlərindən danışırsan, oğlanlara bu öydü verirsən. Mən ümumiyyətcə onların yerinə doğrudan xəcalət çəkirəm. Bu şeyləri danışmaq olmaz. İnsan birinci özünə baxar. Deyir, o armud yetişib dibinə düşüb. Amma gel evindəkilərə bir bax. Evindəkilərə bir nizam, intizam yarat. Evində. Sonra gəlir, oturub orada belə geyimdən danışma. Heç kimdən də bu dəqiqə geyinmək öyrənmir. Müğənnilərin də 70% hamısı prakat geyinir. Bunu mən deyirəm sizə. Çox adamın o deyir, məndən geyim götürsün, bu deyir, məndən sumka götürsün, bu deyir, soska götürsün, nə götürür götürsün. Amma onu deyirəm ki, çox adamın gözəl ailəsi yoxdur. Gedin özünüzü çəki düzən verin. Hərə bir uşaq doğub, onun ərindən, bunun ərindən. Bax, ağzımı açdırırsan, hirsləndirirsən, mən sonra deyirsən, gedin bu şeylərinizə fikir verin. Lazım deyil ondan bundan. Ay, qoy oturmuşam, canım mən, qoy oturmuşam, qoy oturum, mən yerində oturum. Məncə bu da ayrı bir mövzu, Təranə xanım.